Bəli, torpaqlarımız işğaldan azad olunduqdan sonra ən böyük hədəfimiz bu torpaqların əzəli sakinlərinin geri qayıdışını təmin etmək oldu və beləliklə artıq bütün azad ərazilərimizdə yeni şəhərlərin, kəndlərin inşası sürətli şəkildə həyata keçirilir və artıq böyük qayıdışın da biz şahidiyik. Demək olar ki, günbəgün azad ərazilərimizdə məskunlaşan insanların sayı kifayət qədər sürətlə artmaqdadır və bu tendensiya da davamlı şəkildədir. Və bura qayıdan doğma yurda qovuşan insanların əsas prioritet məsələlərindən biri də onların daimi işlə təmin olunmasıdır. Əlbəttə, dövlət bununla bağlı bir çox addımlar atır, həyata keçirir və hazırda biz Ağdam şəhərindəyik. Elə misal olaraq Ağdam haqqında danışaq. 2-3 gün öncə elə Ağdam şəhərində əmək yarmarkası keçirildi və 60-dan artıq vakant iş yeri insanlara təqdim olundu. Bununla paralel olaraq azad ərazilərimizdə kifayət qədər iş yerləri var. Elə Ağdamda Sənaye Parkının fəaliyyət göstərməsi, ona yaxın istehsal müəssisəsinin fəaliyyət göstərməsi daimi iş yerləri deməkdir. Və bunun fonunda həm də Dövlət Məşğulluq Agentliyi burada məskunlaşan, doğma yurda qovuşmuş insanların özünə məşğulluq proqramı çərçivəsində aktivlər də təqdim edir və artıq bu proses sürətli şəkil alıbdır və bugün Ağdamda da belə deyək, bu kəndlərdə, yəni Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində məskunlaşan və buranın əzəli sakinlərinə də aktivlər təqdim olunacaq və bu proses ümumilikdə işğaldan azad olmuş ərazilərimizdə nə cür icra olunur? Bununla bağlı bizim qonağımız var. Bu suallarımızı əlbəttə o cavablandıracaq. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Ülvi Abbasquliyev yanımızdadır. Ülvi müəllim, vaxtınız xeyir olsun. Ülvi müəllim, ümumiyyətlə işğaldan azad olmuş ərazilərimizdə Dövlət Məşğulluq Agentliyi hansı addımlar atır? Bu aktivlər nə cür verilir? Bugünə qədər nə qədər insan aktivlər təqdim olunub və bu proses davamlı olacaqmı? Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində doğma yurtlarına qayıdan keçmiş məcburi köçkünlərin özünə məşğulluq proqramına cəlb edilməsi prosesi davam etdirilir. Qeyd edim ki, hazırki günədək ümumilikdə 590 nəfər keçmiş məcburi köçkün özü məşğulluq proqramına cəlb edilmişdir. Onlardan 315 nəfəri kənd təsərrüfatı, 275 nəfər isə istehsal xidmət istiqaməti üzrə aktivlərlə təmin edilmiş və həmin şəxslər öz fərdi təsərrüfatlarını yaratmışdır. Vurğulamaq istərdim ki, hazırki dövrdə də 30 nəfər keçmiş məcburi köçkünə aktivlər təqdim ediləcəkdir ki, onlar öz bizneslərini qursunlar, öz məşğulluqlarını təmin etsinlər və bu 30 nəfərdən də 18 nəfəri kənd təsərrüfatı istiqaməti, 12 nəfər isə istehsal xidməti üzrə əmlaklarla təmin ediləcəkdir. Və bu proses davamlıdır. Bəli, bu davamlı olan bir prosesdir. Özünə məşğulluq proqramı Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biridir. Bu tədbirlə yanaşı bizim digər aktiv məşğulluq tədbirlərimiz də mövcuddur. Misal olaraq peşə hazırlığı, vakansiyalar üzrə işə düzəltmə, əmək haqqının birgə maliyyələşdirilməsi və sair proqramları da misal göstərə bilərik və bu tədbirlərin hamısı da təbii ki, davamlı olaraq Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilir. Təşəkkür edirəm bəy. Bəli, Ülvi müəllim də qeyd etdiyi kimi bu proses davamlı şəkildə icra olunacaq və bugün Xıdırlı kəndində 3, Kəngərli kəndində 2, Sarıcalı kəndində isə 1 ailəyə aktivlər təqdim olunacaq. ASTV komandası olaraq biz də buradayıq. Daha detallı çəkilişlərimizlə süjet formasında yəqin ki, qarşıdakı xəbər saatlarının birində qarşınıza çıxmaq imkanımız da olacaq. Mənim isə Ağdamdan çatdırmaq istədiklərim bunlardır. Sözü yenidən sizə veririk.